Salam əziz dostlar, hər vaxtınız xeyirli olsun. Bugünkü qarşınızda olduğumuz suallardan biri qaşınmalar və allergiyalarla əlaqədar hicama prosedurunun xeyir və faydaları varmı? Bəli, var. Hicama prosedurunun qaşınmalar və allergik göstəricilərdə təsiri çox əvəzsiz və mükəmməl təsirə malikdir. Bu o səbəbdəndir ki, qanımızda olan toksinlərin çoxalması və vaxtalanmayan qatılaşma dediyimiz bu göstəricilər qanda çoxallıqda və qaraciyər piyələnməsi olan insanlarda və qaraciyər ilə problemlər olan insanlarda bu göstəricilər daha çox özün büruzə verir. Bununla əlaqədar hicama prosedurunu tətbiq etdikdə həmin göstəricilər tam bir mənalı olaraq aradan qalxır. Buna səbəb hicama prosedurunda toksinlərin aradan qalxması, yəni təmizlənməsi, hicama prosedurunun tətbiq olunması ilə qanda oksigen səviyyəsinin yüksəlməsi və qaraciyərin filtrizasiya prosesinin çox yaxşı dərəcədə öz vəzifəsini yerinə yetirməsindən ibarətdir. Bunun üçün də payız fəslinin gəlişi ilə qaşınmalar, allergiyalar və bir çox allergik göstəricilərlə əlaqədar və dəri xəstəliklərlə əlaqədar problemləri olan insanlar payızın gəlişini gözləməyin. Hicama olmağa tələsin. Hicama olun və sağ olun.